Hörmətli izləyicilər, hər vaxt xeyir olsun. Sizə Xırdalanda, mərkəzdə, Heydər Parkına, Sultan Şadlıq Sarayına yaxın bir ərazidə eksperimental daş binadır, 5 mərtəbənin 4-cü mərtəbəsidir. Qanunu 4 otaqdır. Bir dənə bu otaqda belə təmir var, o bir otaqlar köhnə təmirdir. 4 otaqlıdır, yel çəkəndir. Bunlar hardasa 100 kvadrata yaxın gedir, Kupçadasa 85 kvadrat. Bura gördüyümüz qonaq otağı idi, bura təmirdir. Bura giriş hissədir. Burada bir yataq otağımızdır, yel çəkən mənzildir, qanunu 4 otaqdır. Burada dərzi kimi özləri fəaliyyət göstərir. Burada iş otağı kimi eləyiblər özlərinə. Burada bir otaqdır. Bu da 4-cü bir otaqdır. Təmir zəif təmirdir. Yəni təmirsizdir. Belə deyək, təmirsiz. Bir otağı təmirdir. Sanuzil bir yerdədir. Bu hissədə mətbəxdir. Mətbəxdən də balkona çıxış var. Burada balkon hissəsidir. Heydər Parkına 250 metr məsafədədir. Sultan Şadlıq Sarayına da yaxın bir ərazidədir. Hörmətli izləyicilər, mənzilimiz Xırdalanda, mərkəzdə Heydər Parkına, Sultan Şadlıq Sarayına yaxın 119 marşrut evin önündən gedir. Eksperimental daş binadır. 5 mərtəbəli yaşayışlı binanın 4-cü mərtəbəsidir. Qanunu 4 otaqlıdır. Təmirsiz bir dənə bu otaq təmiri var. O bir otaqlar hamısı təmirsizdir. Sənəd Kupçadır. Qiymət 103 min manat təyin olunub. Təbii ki, real müştərilərə sahibi tərəfindən endirim nəzərdə tutulub. Real müştərilər buyurun zəng vurun. Diqqətcə görə çox sağ olun.